bunlar ay oldu. Ne gözəldir. Hə, gəlsə uşaqlara da göstər. Salam əziz uşaqlar. Salam mənim gül dostlarım. Necəsiz? Salam evlərinin bəzəyi, ana atanın gülləri. Necəsiz? Əla, həmişə belə yaxşı olasınız. Həmişə səsiniz, sorağınız belə xoş gəlsin. Hə, bu nə gözəldir, düz deyirsiniz. Nə gözəldir, baxırsınız. Qəşəngdir. Gedim qorxudum bir dənə. Hə, cırtdan hardadır? Bu nə hərəkət edirsən? Təzdən bir dənə qorxudum, qorxda. Necə? Qorxardın da, niyə qorxmadın ki? Sən məni niyə qorxutmaq istəyirsən? Başa düşmədim. Əl vurma, onu əl vurma. Çiçək bacı. Bu nədir belə? Bu güldandır. İçində qəşəng güllərdir. Bəli. Nə qəşəngdir, necə də mənə deyir. Cırtdan, gəl mənimlə oynayaq. Yox, cırtdan. Sən onunla aralı qal. Birdən əlin dəyər, düşər, sınar. Yəni bu mənim üçün əzizdir. Bunu mənə hədiyyə veriblər. Niyə? Necə niyə? Hədiyyə vermək üçün nəsə niyə olmalıdır? Veriblər də. Sənə bəyəm ancaq məsələn niyə olmalıdır hədiyyə versinlər? Hə də, hədiyyəni adətən belə vaxtlarda verirlər ki, ya ad gün olmalıdır, ya məktəbdə nəsə mükafat qazanmalıdır, ya yaxşı işlər görməlidir, başqa yadımdan çıxdı. Ya da ki, səni əziz bilirlər, ürəklərindən keçir, hədiyyə verirlər. Mənim üçün də o cür oldu. Bəs mənim hədiyyəm hanı? Dostun da sənə alar da, inşallah ki. Bir gündə sənə də hədiyyə verərəm. Sən niyə qoymursan ki, mən bunu əl vurum ki, paxıllığın adı nədir ki? Yox, paxıllıq deyil, birdən düşərsinlər, heyfdə axı. Gör nə qəşəngdir, güldanı, gülləri. Adamın ürəyi açılır, evdə belə əşyalar olanda. Nə oldu? Biraz bura bax, cırtdan. Olar ki, bunu tərpətməyəsən. Tərpənir ki, tərpənmir axı. Yox, biraz aralı qaldı, xahiş edirəm. Biraz belə qorxuram, birdən düşər, sınar. Yox, əgər mənim yanımdadırsa, narahat olma çiçək bacı. Ona heç nə olmaz. Yaxşı. Deyirəm ki, cırtdan. Tapmazan vaxtı deyə elə bilən. Gedək tapmazaya. Gedək. Sənləyəm. Gedək. Uşaqlar, gedək tapmazaya. Aşağıdakı nömrələrə yazmağı unutmayın ha. Tapmazanın cavabını tez yazın ora. Getdik uşaqlar. Bununla gedək, bunu da götür gedək. Güldanı da götür. Dayan görüm, dayan. Dayan. Getdik uşaqlar, gedək tapmazaya. Xoş gəlmisiniz cırtdanın tapmaca oyunlarına. Səhər gül kimi açır, aləmə nurun saçır. Ay, görəsən cavab nədir? Görəsən kim hədiyyə qazanmaq istəyəcək? Kim gələcək tez cırtdandan hədiyyə qazanacaq? Tapdınız? Tez nömrələrə yazın, göndərin. Ay mənim ağıllı nəvəm, ay mənim gözəl nəvəm. İstəyirsən sənə bir nağıl danışım? Nənə, mənə nağıl danış. Gəl yaxına danışım. Deməli belə, biri var idi, biri yox idi. Bir bağbanın gözəl bir bağı var idi. Bu bağda müxtəlif ağaclar var idi. Nar, armud, alma və həmçinin bir xurma ağacı var idi. Aha, nənə, nə oldu sonra? Bu xurma ağacında acırdan müxtəlif xurmalar var idi. Çoxlu xurmalar var idi. Hamısı narıncı, gözəl. Amma bunların içində bir xurma var idi ki, elə özünü tərifləyirdi. Bilirsən nə deyirdi? Bu xurma özündən çox razı idi. Elə özünü tərifləyirdi ay bala. Deyirdi ki, öz yanında olan budaqdakı olan xurmalara deyirdi də. Deyirdi, sən üzvə bütün çart düşüb ki, digər xurmaya baxıb deyirdi. Sən də ağappaq qalmısan, heç yetişməmisən. Digər xurma
xurmaya deyirdi. Sən isə elə eybəcərsən ki, adam sənə heç baxmaq istəmir. Bütün yanında olan xurmaları acılayırdı. Hamısının qəlbinə dəyirdi. Ay nənə, necə də pis iş görür? Bəli, ay bala. Adam da öz dostunu, öz rəfiqəsini pisləyər. Adam da heç özündən razı qalar. Bax bu xurma belə idi. Sonrası özünə baxıb deyirdi: "Baxın görün mən nə gözələm. Mən sizin kimiyəm?" "Yox. Gör nə gözələm. Üzüm hamar, rəngim narıncı, özüm gözəl. Yox deyə məndən heç yerdə." Belə günlər keçirdi. Bu xurma özünü təriflədiyinə görə, özündən razı olduğuna görə yetişmədi. Amma onun dostları isə üçün özlərindən razı deyildilər. Özlərindən çox bir-birlərini sevirdilər. Hamısı yetişdi. Bir gün bilirsən nə baş verdi? Nə baş verdi nənə? Deməli, günlərin bir günü bağban öz nəvəsi ilə birlikdə böyük bir zəmbili götürüb bağa gəldilər. Sən demə, bayram olacaqmış. Onlar meyvə toplamağa başladılar. Gəldilər, çatdılar bu xurma ağacına. Xurma ağacının bütün meyvələri, bütün xurmaları yetişmişdi. İçində bircə dənə özündən razı qalan və özünü tərifləyən bu xurma yetişməmişdi. Bağban bilirsən neynədi? Neynədi nənə? Hə bala, bağban bütün yetişmiş xurmaları dərdi, qoydu səbətə. Keçirtdi qoluna və evə yollandı. Elə bu vaxtı nəvəsi dedi: Ay baba, burada axı bir dənə xurma qaldı, onu niyə dərmirsən?" Baba nəvəsinə baxıb dedi: "Ay bala, ondan işin olmasın. O yetişməyib, ağız büzən xurmadır. Onu dərmək lazım deyil." Yəni o xurmanı bəyənmədi. Nəvə ilə baba evə tərəf yollandılar. Bu hadisə xurmaya çox pis təsir etdi. Hə nənə, görəsən ağıllandı? Hə, ağıllandı. Amma belə oldu. O ağacda tək qaldı və babanın evinə baxdı. Gördü ki, yanında olan bəyənmədiyi xurmaları apardılar, yudular, səbətə qəşəng qoydular pəncərənin qabağında. Amma bu xurma isə elə hey özünü təriflədiyinə görə, heç kəsi bəyənmədiyinə görə ağacda tək qaldı və başladı qəmginlənməyə və başladı ağlamağa. Ay mən tək qaldım, digər xurmalar hamısı getdilər. Elə bu zaman ağaca bilirsən nə gəldi qondu? Nə qondu nənə, nə qondu? Ağaca bir qarğa gəldi qondu. Qarğanı görən bu xurma başladı qışqırmağa. "Ay məni yemə. Qarğa bilirsən buna nə dedi? Dedi: "Səni neynirəm ki? Sən kimə lazımsan? Sən ağız büzən xurmasan. Yəni mən səni yeyib ağzımı büzə bilmərəm." Xurma bunu eşitdi və daha da qəmgin oldu və başladı ağlamağa. Dedi: "Gör nə günə qalmışam ki, qarğa da məni bəyənmir." Qarğa dedi: "Ay xurma, sən niyə burada tək qalmısan və niyə ağlayırsan?" Xurma dedi: "Ay qarğa, sənin xəbərin yoxdur axı. Mən o qədər ona buna güldüm, onu bunu ləğə qoydum. Axırı yetişmədim, kal qaldım və məni dərib aparmadılar." Qarğa dedi: "Bax, mənim uzun ömrüm var. İstəyirsən, mən sənə yaxşı bir yol göstərim. Və sən yetiş, səni də aparsınlar." Xurma dedi: "Hə, istəyirəm." Qarğa dedi: "Bax, əməlindən peşman ol və söz ver ki, bir daha belə etməyəcəksən. Onda yetişəcəksən. Xasiyyətin gözəlləşdikcə dadın da dadlı olacaq." Bunu eşidən xurma öz əməlindən peşman oldu, xasiyyətini dəyişdi və həqiqətən də ağacda yetişdi. Bir-iki gün keçmiş, babanın nəvəsi qaça-qaça bağa gəldi və bu xurmanı da ağacdan dərib apardı. Digər xurmaların üstünə qoydu bala. Bu da mənim bugünkü nağılım necə idi? Ay nənə, çox sağ ol. Çox təsirli nağıl idi. Deyirəm ki, yaxşı ki, bu xurma öz elədiyi hərəkətdən peşman oldu. O da yetişdi dadlı-dadlı evdə o biri xurmaların yanında oldu. Ay can. Bəli. Nağılım da burada bitdi.
Deyirəm cırtdan. Hə. Bilirsən, bu adamın xoşu gəlir belə evdə məxsus aksessuarlar olanda, belə otaqda qəşəng Məsələn, bunun kimi güldan olanda. bəli, güldanlar, cürəbəcür. Deyirəm əslində özümüz də düzəldə bilərik uşaqlar. Elə deyil. Siz edirsiniz o cür. Necə? Məsələ bax, sən meşədə yaşayırsan da, elə deyil. Hə. Meşədə məsələn ağaclarda qozalar olur, yerə tökülür bəziləri. Onlar məsələn ipə taxıb, onlarda məxsusi pərdə kimi nəsə düzəldə bilərsən. Keçəndə yanına məsələn səs eləyəcək, takka-tak qəşəng səsləri olacaq, həm də qəşəng görünəcək. Qapıya asaram, məndə qəşəng dəyişiklik olar da evimizdə. Bəli, cırtdan. Elə deyil uşaqlar, siz də eləyirsinizmi? Baxın, internetə yazsaz, bunun kimi şeylər çoxdur. Məsələn, baxıb oradan öyrənə bilərsiniz. İndi mən də yazaram ki, mən nə yazım çiçək bacı gəlsin, hə? Yazım Məsələn, ki, odunlardan ev bəzəmək, nə yazım? Odunlardan ev Özü bəzəmək. çiçək bacı, mənim telefonum yoxdur ki. Mən necə yazım, hə? Necə tapım, hə? Sən məni taparsan? Taparam, bəli, amma odunla yox ki, odunla ev bəzəyirlər. Demədin ki, nəyiniz var sonuna? Mənim də şərəm var, odunum var. Qozalardan day düzəltdim, qapıya asılqan. Bəli. Başqa nə düzəldə bilərəm ki? Başqa cürəbəcür, yəni sən yazsan internetə, bəli, məsələn o dediyin şələlərin də məsələn budaqlarından məxsusi məsələn cürəbəcür şələlərdə ölçüləri var, məsələn böyüyü, kiçiyi var. Sən baxsan cürəbəcür əl işləri görə bilərsən. Həm cırtdan sən bunlarla məşğul ol, yəni çox yaxşı olur. Uşaqlar siz də həmçinin baxın internetdən maraqlı nələrsə varsa, əl işləri varsa, əlinizin altında olan, məsələn lazımsız əşyalar ola bilər ki, onu bir gözəl bir şəkildə döndərib, onu evimizin aksessuarı eləyə bilərsiniz. Çiçək bacı, kağızlardan da nəsə düzəltmək olar da, düzdür? Bəli. Plasmaslardan da düzəltmək olar. Bəli. Hə. Yəni o qədər. Məsələn mən özüm bu işlə məşğul oluram. Çox da maraqlıdır. Məsələn adam həm o ki istəyirsən nəyisə atasan, atmırsan, ondan nəsə yaradırsan, düzəldirsən. Həm adamın ürəyi xoş olur, həm də evində bir maraqlı əşya olur, bəzəkli əşya olur. İndi deyirəm ki, fikirləşirəm ki, mən nə düzəldə bilərəm. Mən nə düzəldim. Bax da, Necə bir şey düzəldim. Amma elə fikirləşirəm, bu güldanı mənə versən, aparıb otağımıza, otağımıza yox. Elə nənəmin stolun üstünə qoysam, elə bilirəm ki, kifayət eləyər. Hə, cırtdan. Bunu sənə verə bilmərəm, çox təəssüf olsun ki, sən ümumiyyətlə buna əl vurma. Deyirəm, zəng gəlir. Gedək zəngimizə, sonra bu barədə danışarıq. Hə, yaxşı, zəng gəldi. Hə, uşaqlar, getdik. Müsabiqəyə, nömrələrə yazın. La 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 la. Salam dostum, necəsən? Yaxşıyam. Adın nədir oyunumuza? Xoş gəlmisən. Adım Xədicə. Nədir adın? Xədicə. Neçə yaşın var Xədicə? 9 yaşım. Oyunumuz üçün həyəcanlısan? Yox. Yox. Onda Xədicə çox tez qəhrəman olacaq. Hə, Xədicə, başlayaq oyunumuza. Başlayaq. Onda belədir ki, oyunumuzun qaydası buradakı xanalardan birini seçməlisən. Sonra həmin oyuna oynayacağıq. Seç görək. 1, 2, 3, 4, 5, 6. Birini denən, mən həmin xananı açım. 6. 6. Açılsın, getdi. Xədicə, oyunumuza bir də xoş gəldin. Deməli, oyunumuzun qaydası bu cürdür ki, sən bu qulaqcıqdan səslər eşidəcəksən və həmin səsin nə olduğunu mənə deyəcəksən. Sonra bu gördüyün qutudan həmin doğru cavab çıxacaq. Başa düşdün oyunumuzu? Bəli. Onda başladı. Nə səsidir?
Gəldi səs. Nə? Saatın. Yox, saatdan səsindən əlavə bir dənə də səslər gəlir. Diqqətli qulaq as. Nə səsinə oxşuyur? Eşidirsən səsi? Hə. Nə səsinə oxşuyur? Cavab nədir? Tamam. Nə? Dostum Xədicə, nə səsinə oxşuyur bu? Vaxtı az qalıb, tez ol cavabı denən. Saatın səsini. Nə səsi? Səs. Bir də təkrar elə, nə? Saat. Saat deyil, bu açaq çörək qutuda nə səs idi? Fotoaparat səsiymiş Xədicə. Eybi yoxdur. Gedək o bir oyunumuza. Getdik. Hə dostum, ikinci oyunu da oynayaq. Dostum, Hə. ikinci oyun oynamaq istəyirsən? Hə. Xanalardan onda birini seç. Bir. Bir. La 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 la, getdik. Hə, dostum Xədicə, oyunumuza xoş gəldin yenə. Hə, deməli sənə burada gördüyün lövhədə suallar veriləcək. Yəni riyaziyyata uyğun suallar veriləcək. Sən də həmin sualları vaxt bitməmiş tez cavablandırmalısan. Yaxşı? Yaxşı. Razılaşdıq? Getdik. Tez və möhkəm cavab ver. 5 üstəgəl 4 üstəgəl 6. 5 üstəgəl 15. neçə? 15. 15. Doğrudur. 6 çıx 5 üstəgəl 9. 10. 10. 4 üstəgəl 3 çıx 2. 5. 5. 5 çıx 3 çıx 1. 1. 1. 8 üstəgəl 4 üstəgəl 1. 13. 13. 9 çıx 1 üstəgəl 9. 9 çıx 1 üstəgəl 9. Tez ol, vaxt qurtardı, tez ol. Ay, vaxt tamam oldu. Eybi yoxdur. Gedək görək nə qədər xalım var. Getdik. Bizim oyundan ümumi 50 xal qazandın. Səni təbrik eləyirəm. Və bu da o deməkdir ki, sən 50 manat dəyərində Cırtdanın macəraları verilişindən hədiyyə qazandın. Təbrik eləyirəm dostum. Sağ ol. Sağ ol. Nədir onu əlində saxlamısan? Elə bil görməyibdi. Hədiyyə verməyiblər. Cırtdan paxıllığın tutur. Nə olub sənə? Paxıllığım tutmur. Nə olub belə bütün gün əlində saxlayasan indi onu? Qırılar, yəni sənə görə deyirəm. Yox, qırılmaz. Hə, yeri gəlmişkən Cırtdan, mən bunu indi qoyacam bura. Məni çağırıblar. Nə? Bir neçə dəqiqəlik gedim. Buna əl vurma, yaxşı Cırtdan. Veriliş deyirsən, hara gedirsən? Uşaqlar, qoy Əl vurma, bunu bir getsin. dəqiqə, əl vurma. Əl vurmuram, Tez gedib gəlirəm uşaqlar. Mən gedim gəlirəm. Ay, Yaxşı, çiçək əl vurma bacı. ha. Eşitdin? Verilişdir, hara gedirsən sən çiçək bacı? Çağırıblar məni. Verilişdə də heç adamı çağırırlar.
Bu cüldanın gözəlliyinə bax. Bəlkə bir dəfə toxunmaq. Ay. Toxunmaq istirdim bir dəfə. Vay, düşdü, qırıldı. Ay, neyniyəcəm mən? Çiçək bacı gələndə nə deyəcəm ona mən? Vay. Haracıyım, harada səni, vay. Ay, cırtdan denən nəyibə lazımdır axı? Bax, sənə tapşırdı ki, buna əl vurmaq olmaz. Sən niyə buna əl vurursan axı? Gördün, hədiyyəsi idi. İndi mən neyniyəcəm, nə deyəcəm ona ki? Dedim, mən qurdum, hə? Deyə tapşırdı ki, əl vurma, əl vurma, ay cırtdan. Dedi, gəlirəm. İndi gələcək, görəcək, deyəcək cırtdan, niyə qırmısan? Deyəcək, paxıllığın tuturdu, hə? Mənim dediyim sözləri mənə qaytaracaq. Deyəcək ki, nə oldu, paxıllığın tutdu ki, sən bunu qırdın? Day deməyəcək ki, maraqlı gəlirdi, baxmaq istəyirdim ki, qırıldı da, stol da tərpəndi. Stol, sən niyə tərpənirsən axı, hə? Niyə tərpənirsən? Tərpənməyə vaxt tapdın sən də, hə? Deyəcəm ki, stol qırdı. Mən bir şey eləmə. Nə, bəlkə mən qırdım, hə? Bəlkə mən qırdım. Sən qırdın da. Sən tərpənməsəydin, mən əlimi yavaşca gətirirdim ora. Sən tərpənməsəydin, mən heç qırardım onu, hə? Yox da, yox, günahkar sənsən. Nə, mən düz qoymamışam. Mən neyniyim ki? Səni mən qoymuram ki. Səni o birisilər, oradakı adamlar qoyurlar, düzəldirlər. Mən ki, qoymuram səni. Onlara deyərdin, zəhmət çəkərdin, səni qəşəng qoyardılar ki, mənim üstümə çiçək bacı güldan qoyacaq. Hə, nə? Mən eləmişəm. Mənə deyirsən ki, çiçək bacı gəlir. Uşaqlar, müsabiqənin vaxtıdır və siz də aşağıdakı nömrələrə müsabiqədə iştirak eləmək üçün yazın, göndərin, getdi, tez olun. Ay, çiçək bacı gələcəm. Salam dostum, necəsən? Yaxşıyam. Oyunumuza xoş gəlmişsən. Adını, yaşını denən görək bizə. Bizim dostumuz kimdir? Mənim adım Hüseyndir. 11 yaşım var. Afərin, mənim də adım Cırtdandır. Şad oldum səninlə tanış olmağa. Oyun oynamaq istəyirsən? Bəli. Onda burada gördüyün xanalardan birini denən mənə. Mən həmin xananı açım və başlayaq oyunumuza. 1. Açıldı, getdi. Hə dostum, bu oyunumuzun qaydası bu cürdür ki, sən mənə bu hasarın içində olan qoyunların sayını deməlisən. Amma düzgün saylar deməlisən, diqqətli ol, yaxşı? Və bir də görsən ki, kənardan canavarlar gəlir, canavar gəldi. Qışqır və toplan, həmin vaxtı gedəcək, o canavarları qovacaq. Hazırsan? Başa düşdün oyunumuzu? Dostum, eşidirsən səsimi? İştirəm. Həm qoyunların sayını deyəcəksən mənə, həm də canavarların gəlişini, yaxşı? Vaxt bitməmiş mütləq qoyunların sayını denən mənə. Başladıq oyunumuza. Canavar gəldi, qaç toplan. Qoyunların sayını da diqqətli say və vaxt bitməmiş mütləq qoyunların sayını denən mənə. Canavar gəldi. On beş tane. 15, baxaq görək. Aferin sənə. Doğru cavab verdin.
təbrik eləyirəm. İkinci oyunu da oynamaq istəyirsən? Bəli. Onda xanalardan birini seç. 3-ü seçirəm. 3. Getdi. Hə dostum. Deməli bu oyunumuzun da qaydası budur ki, sən nə etməlisən? Bu gördüyün qutuların içində əşyalar görəcəksən birinci və bizə 6 dənə doğru cavab deməlisən. Yəni hansı nömrəli qutunun içində nə var? Yaxşı? Başa düşdün oyunumuzu? Bəli, başa düşdüm. Onda oyunumuza başlayaq. Yadında saxla və sonra bizə denən. Bir də açılır. Bildim. İndi başlayaq, denən. Birinci qutuda şam var idi deyəsən. Baxaq görək birinci qutuda nə var idi. Dondurmadır o. Ha. Qarşıdığım şamı. Sonra İkinci qutuda kaktus. baxaq görək ikinci qutuda. Qarpız imiş. Sonra 13-cü qutuda baklajan. Rusça deyə bildim. üçüncü üzüm imiş. 14'te idi. Baxaq. Topu imiş orada da 8 rəqəmli bowling topu. Sonra biraz da fikirləş. Onda ağ reydə maşın. Baxaq görək maşın da onda. Afərin, doğrudur. 4'te qırmızı rey yox. Tez ol, tez ol. 9'da bu qırmızı papaq olmalıydı. 9-da Bəli. baxaq görək nədir burada. Papaq deyildi, yontan idi. Amma vaxtımız da tamam oldu. Gedək görək nə qədər xalın oldu sənin. Getdi. Hə dostum, bizim oyundan 70 xal qazandın. Səni təbrik eləyirəm. Necədir, oyunumuz xoşuma gəldi? Bəli, xoşuma gəldi. Başqalarını da istəyirəm oynayayım. Başqa vaxt yenə oynayarıq. Bizim verilişi izləyərsən və digər oyunlarda da iştirak eləyərsən. Dostum, bu 70 xal o deməkdir ki, sən yəni bizdən 70 manat dəyərində hədiyyə qazandın. Təbrik eləyirəm səni. Sağ ol. Sağ ol. Sağ ol. Hə, yaxşı. Sonra danışarıq. Uşaqlar məni gözləyir. Hə, yaxşı. Birazdan danışarıq. Yaxşı. Benim uşaqlar ayıbdır uşaqlardan. Hə. Vay! Bu nədir? Güldanım qırılıb. Bunu kim gördü uşaqlar? Siz gördünüz? Görmədiniz? Ay Allah. Bunu indi kim qırıb? Baxın mənim üçün əziz idi. Onu qəşəng bəzəyəcəkdim. Yeri necə boş görünür. Cırtdan hardadır? Cırtdan, buradasan? Burada niyə gizlənmisən? Cırtdan. Mən gizlənməmişəm. Səndən sonra məni də çağırdılar. Getdim. Getdin? Hə. Görsən nə olub? Nə olub? Güldanım qırılıb. Bura bax, görsən kim qırıb bu işi? Görəsən kim qırıb? Bilmirəm. Sən niyə titrəyirsən? Soyuqdur, hava soyuqdur. Soyuqdur. Soyuq deyil axı. Ay, mən necə eləyəcəkdim? Nəyəcəkdim?
Bir bilsəydim kim qırıb bunu. Neyniyəsən ki? Bilsən neyniyəsən? Sən bilirsən cırtdan kim qırıb? Bəlkə özün qırmısan, xəbərin yoxdur? Mən nə vaxt qırdım ki, özümün xəbərim yoxdur. Nə bilmirəm, dedim bəlkə başın qarışıq olub. Heç yaxşı olmadı bu. Heç də yaxşı olmadı. Bir bilsəydim kim qırıb onu. Tapasan? Kimin qırdığını axtarıb tapacaqsan sən? Bəli, tapacam. Yaxşı. Sən bilirsən deyəsən, hə? Kim qırıb? Deyirəm, yəni tapsan, neyniyəcəksən onu? Döyəsən? Yox. Cütdan, indi iş niyə görüm? Sən biraz nəsihət verim də ona da. Bu işi niyə görüb? Görübsə də niyə işin üstündə dayanmayıb? Görəsən niyə dayanmır? Bilmirəm, bilmirəm. Bir bilsəydim. Belə hədəli danışırsan, elə deyirsən ki, nəsihət verəcəm, amma elə deyirsən ki, bir tapsam, elə bil döyəcəksən. Yox, mən o işi görərəm, sən də cütdan. Dəqiq nəsihət verəsən. Məni tanımırsan elə bir. Nəsihət verəm az işdir. Yox, az işdir. Amma heç yaxşı olmadı bu. Heyf mən. Ay Allah, bunlara bax elə. Əlin kəsər. Əldə vurmaq istəmirəm, əlimi kəsər. Dəymə, əlimi kəsər. Zəng gəlir, cırtdan. Gedək müsabiqəyə. Hə, uşaqlar, müsabiqəyə gedək, sonra baxaq kim qırdı mənim güldanımı. Axtarmayaq. Getdi uşaqlar. Hə, uşaqlar gedək müsabiqəyə, oradan da evə gedək. Sağ olun, getdik. Elə nədir? Müsabiqəyə gedirik. Hə, gedirik müsabiqəyə. Müsabiqə. Salam dostum, necəsən? Dostum, Bəli. eşidirsən səsimi? Bəli, mən. Deyirəm, necəsən? Yaxşıyam, sən necəsən? Mən də yaxşıyam. Oyunumuza xoş gəlmisən. Oyun oynamaq istəyirsən? Bəli. Hazırsansa, onda birinci adını, yaşını denən, dostlarımız da səni tanısın da. Adın nədir? Gülər Qələmdərova. Aha. 11 yaşım var. Gülər 11 yaşı var. Oyunumuza bir daha xoş gəldin və başlayaq oyunumuza. Deməli Gülər, sən buradan dostum xanalardan birini seçməlisən. Yəni mənə denən mən həmin xananı açacağam. Daha sonra hansı xanadan hansı oyun çıxsa həmin oyunu oynayacağıq. İndi denən görək hansı xananı istəyirsən? Açılsın Bu hansı? üstündə rəqəmlərinin birini deyim. Bəli. 3. 3. Getdik oyunumuza. Hə dostum, bu oyunumuza xoş gəlmisən. Deməli bu oyunumuzda qayda bu cürdür ki, burada gördüyün qutuların içində müxtəlif əşyalar yerləşir. Və bu qutular açılacaq, sən həmin qutuların içində nə olduğunu görəcəksən. Daha sonra bağlananda mənə deyəcəksən ki, hansı rəqəmin altında nə, hansı əşya yerləşib. Başa düşdün oyunumuzu? Bəli. Onda başladıq. Diqqətlə bax. Diqqətli ol. Daha sonra bizə düzgün cavabı denən. Diqqətli ol. Bağlandı. İndi başlayırıq. Denən. Birincidə qarpız var idi. Baxaq görək birincidə qarpız var. Afərin. İkincidə Nə var idi? ayaqqabı var idi. Baxaq görək ikidə nə var idi? Yox, dinozavr idi. Üçüncüdə Aha. alma idi. Baxaq görək 3 dənə var idi.
3-də nardır. 4'te marojna, dondurma. Görək 4-də dondurmadır. Topuymuş. Dondurmaydı. Yo, 4-də topdur. Yo 5'te Aha. dondurma. 5'ə baxaq. Afərin. Doğrudur. Sonra vaxtı az qalıb. Da 6. e, Tez ol, tez ol. alma. Baxaq görək 6-da nə var idi? Yox, kaktusuymuş. Ayakkabı 7'de. 7-də ayaqqabı. Afərin. Sonra 8'de vaxt qurtardı dostum. Vaxt tamam oldu. Gedək görək nə qədər xalın oldu. Getdik. Hə dostum, oyunumuzdan 30 xal qazandın. Hazırsansa ikinci oyunumuzu oynayaq. Bəli. Onda xanalardan birini seçək. 1. 1. Getdik oyunumuza. La 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 la. Hə dostum. Eşidirsən? Bəli. Hə, bu oyunumuzda bilirsən də bu oyunu, kasa oyununu bilirsən? Ən sevdiyim oyunlardan biridir. Deməli bu kasaların birinin altında yumurta var. Əvvəlcə sənə onu göstərəcəyik ki, yumurta hansı kasanın altındadır. Daha sonra o kasa, yəni altında olan yumurtalı kasa fırlanacaq. Sən həmin kasanı tapmalısan. Yumurta hansı kasanın altındadır? Onu deyəcəksən. Başa düşdün oyunu? Bəli, başa düşdüm. Onda başladıq. Diqqətli ol, yaxşı? Bəli. Əvvəlcə yumurtaya diqqət elə. Aha, sonra həmin kasanı izlə. Hansındadır dostum, baxdın? Ən axırıncı. Üçüncüdə, baxaq. Afərin. Yenə oynayaq. Diqqətli ol, diqqətli ol. Diqqətlə izləyirik. Ortanın ikinci. İkincidə, baxaq. Afərin. Yeni oynayaq. Axırıncı oyunumuzdur. Diqqətli ol bunda da, dostum. Diqqətlə bax və izlə görək hansındadır. Hansındadır dostum? Birinci. Birincidə baxaq. Afərin sənə. Vaxt bitməmiş doğru cavab verdin. Gedək görək nə qədər xalın oldu. Getdik. Hə dostum, ümumilikdə bizim oyundan 90 xal qazandın. Təbrik edirəm səni. Bu da o deməkdir ki, dostum, 90 manat dəyərində hədiyyə qazandın. Oyunumuzu bəyəndin? Bəli. Aha, biz də şad olduq ki, sənin kimi dostumuz oldu. Sağ ol. Sağ ol. Sağ ol. Çiçək bacı. Çiçək bacı da gizlədə bilməyəcəm. Cüzdanı mən qırmışam. Hə. Sən qırmısan? Hə. Aa, Bilmədən oldu amma. bəs bunu niyə mənə demirsən bayaqdan? Qorxdum da. Elə bildim ki, məni vuracaqsan. Mən elə iş görərəm cırtdan. Məgər elə dostam, elə bacıyam sənin üçün ki, mən səni döyüm burada.
Məni elə bir tanımır cırtdan. Cırtdan. Bax, gərək sən, yəni bu işindən çox, yəni sındırmağından çox, sənin bu işindən narahat oldum ki, sən bunu gizlətmişdin. Mənə düzünü demədin. Yəni doğrudan əsəbləşmədin? Yəni sınmağına görə əsəbləşmədin? Narahat oldum. Yəni mənim üçün əziz idi də, evimdə qəşəng bəzəyirdi evimi. Yəni xoşum gəlirdi, amma ki, yəni sınıb da nə etmək olar ki? Yoxsa bunu döyəcəm, nə bilim, nə edəcəm. Yəni mənim gizlətməkdə yenə dedim ki, məqsədim o idi ki, elə bildim sən məni vuracaqsan. Onun üçün mən gizlətmək məcburiyyətində qaldım. Özdə mən yalan danışmadım ki, heç demədim ki, mən də qırmamışam. Amma gizlətmək bir növ yalan sayılır. Sən onu gizlətdin, mənə demədin. Əslində bir işi görəndə gərək onun yanında durasan. Deyəsən, sonra gəlib həmin adamdan üzr istəyəsən. Hər işi görmək olar, amma yəni gizlətmək yaxşı iş deyil. Üzr istəmək olar. Məsələn, demək olar ki, mən bilmədən elədim. Sən də həqiqətən də bilmədən ol. Düzdür, əlvi vurmamalı idi. Mən sənə tapşırmışdım. Demişdim ki, ona əl vurma. Çiçək bacı, mən əlimi elə yaxınlaşdırırdım ki, günah o stoldaydı. Stol tərpəndi düşdü. Ged o stola denən ki, ay stol, niyə cırtdan üçün sən belə bir tələ qurmusan ki, bu culdan qırılsın, hə? Yaxşı cırtdan. Başa düşdüm səni. Amma da oldu da, indi eybi yoxdur. Çiçək Amma bacı. bir daha bundan sonra sözümdən çıxma da. Mən sənə deyirəm bir şey yaxınlaşma, yaxınlaşma. Marağıma. Bir də bir şey elədin, gizlətmə. Mən güya nə edirəm ki? Bu vaxtacan bir iş görmüşəm ki, səni ya döyüm, ya səninlə başqa cür davranım. Yox. Siz görmüsünüz uşaqlar? Yox. Yox. Onlar da deyirlər, yox, görməmişik. Çiçək bacı, bağışlayırsan məni, bilmədən oldu, həqiqətən. Çox marağıma səbəb oldu. Oradan qəşəng-qəşəng baxırdı ki, Güldan mənə deyirdi ki, cırtdan, gör məndə nə qəşəng gül var. Gəl ona toxun. Bax. Nə bilim valla, eybi yoxdur da, olan oldu. Gəl fikirləşək ki, bunu nə etmək olar? Bax, Güldanın qırıqlarından. Nə oldu? Heç nə, uşaqlarla oynuyordum. Çiçək bacı mənə hissənmədi, əsəbləşmədi. La 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 la. Cırtdan, yadında da bayaq sənə bir söz dedim, Hər şeyə əl vura özündən bilərəm. çıx deyə Cırtdan. La 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 la. Yəni eşitmir məni. Hə. İnciyəcəm ha, bax belə qulaq asmısan, inciyəcəm həqiqətən. Yox, qulaq asıram, qulaq. Yaxşı. Bayaq yadınıza gəlirsə bir söz dedim. Dedim ki, məsələn, nələrdənsə, məsələn, artıq sınmış əşyalar ya da nəsə lazım olmayan əşyalarda nələrsə düzəltmək olar. Mənim də ağlıma bir fikir gəlib. Aha. Necə yəni çiçək bacı? Hə, mən deyirəm ki, Güldanı təzədən birləşdirmək olmayacaq axı elə. Qırıqdır. Biz necə düzəldə bilərik onu? Yox, onu birləşdirməyəcəyik. Onu daha da qıracaq, toz halına gətirəcək. Mən yenə bir damcı qırmışam. Sən isə hamısını qıracaqsan? Bəli, hamısını qıracağam və ondan qəşəng bir əl işi düzəldəcəm. Əl işi. Aha. Təhlükəli deyil çiçək bacı. Biraz bax belə deyim, bunu da qeyd edeyim ki, baxın uşaqlar, bu işləri görəndə gərək valideynlərinizlə bir yerdə görəsiniz. Təhlükəsiz bir yerdə eləyəsiniz. Əlinizdə məsələn şüşə iləndisinizsə, əlcək geyinin, təhlükəsizlik qaydalarına riayət eləyin. Amma sonra gördünüz ki, yəni bunlar hamısı yerindədir. Oturub məsələn şüşə ilə də nələrsə düzəltmək olar. Amma ehtiyatlı olun. Gözünüzə də yaxşı olar ki, məxsusi eynəklər var, ondan taxılsın ki, gözünüzə getməsin. Mütləq. Çiçək bacı, deyirəm ki, burada uşaqlar var. Bəlkə biz şüşə qırıntılarını çöldə hazırlayıb gətirək. Bəli. Mən də onu deyirəm də, gedərik, qəşəngcə onları əzərik. Sonra ondan mən bir əl işi düzəltmişdim. Onu da göstərəcəydim uşaqlara nümunə kimi. Onun üzərinə bir gözəl bir işləmə olar. Hə, baxın uşaqlar, siz də evdə bu işləri görə bilərsiniz ha. O şəkillərinizi, o elədiyiniz işləri bizə göndərin mütləq. Biz intizarındayıq bu işlərinizin. Ay çiçək bacı, gedək düzəldək də baxım, gedək baxım. Nə dedin? Gedək baxım. Uşaqlar, görürəm ki, hamınız oturmusunuz ki, cırtdan biraz bizə kömək eləsin və biz də çoxlu hədiyyə qazanaq. Tapmacamız nə cür idi? Səhər gül kimi açır, aləmə nurun saçır. Hə, görəsən aləmə nur saçan nədir?
O da göydə olur, sarı rəngdə olur və yayda daha çox işıq saçır, nur saçır. Nədir cavab? Tez göndərin. Hə, çiçək bacı, gör nə qəşəng alındı. Hə, qəşəng oldu. Mən dedim inanmırdın sən. Bax nə gözəl oldu. Parıldayır çiçək bacı Hə. qəşəng. Mən belə düşünməmişdim ki, elə bilirdim ki, elə nə qırıldısa, nə xarab oldusa elə atmaq lazımdır. Sən demə, bax gör nə dəyərləndir. gözəl əsər alındı. Biz ikimiz düzəltdik bunu. Gördün? Düzdür Güldanımsın da, amma yerinə qəşəng bir şey alındı. Bunu da nə yaxşı əvvəldən düzəltmişdim. Sonradan qəşəng bunu bilməzdim bu cür olar. Deyirlər də, hər şərdə bir xeyir var. Bu da budur. Hə, uşaqlar, siz necə? Bir nəticəyə gəldiniz də yəqin ki bu mövzuda. Yəqin ki siz də bu işləri görərsiniz. Bəlkə də indi ola bilər hansısa fikirləşdiniz ki, kaş bunu atmazdım, bundan nələrsə düzələrdi, nəsə olardı. Bəlkə yoxdur. Bundan sonra eləyərsiniz və cırtdan neyləsinlər bunu sən denən. Hə, düzəltmisinizsə əgər belə bir lazım olmayan əşyalardan özünüzə bir şeylər, nələrsə də düzəltmisinizsə, onu mütləq bizə göndərin ki, biz də baxaq görək. Siz nə qəşəng şeylər düzəltmisiniz. Bizim üçün də ideya olar da çiçək bacı, hə? Bəli, ideya olar. Bəlkə bəli. biz də bacararıq. Dostlarınız da faydalanır, baxıb sizə düzəldərlər. Çox maraqlı olar elə bilirəm. Mən məsələn çox şey ilə baxıram, öyrənirəm. Hamısı mənim zehnimdə deyil ki. Qəşəngcə baxıram, maraqlı gəlir və çalışıram onu düzəldim. Uşaqlar, bir də mövzumuz haqqında mütləq, yəni ki, bir evdə bir iş görəndə və yaxud da nəsə qıranda gizlədirsinizmi və yaxud da kiminsə üstünə atırsınızmı? Yəni, belə bir işləriniz var. Bilirəm ki, yoxdur, amma olubsa mütləq bizə yazın, göndərin. Görək bizim dostlarımızın başına hansı hadisələr gəlibdir. Hə, uşaqlar, yazın, göndərin, hara? Aşağıdakı nömrələrə və bir də cırtdan ora nə göndərəcəklər? Nə göndərəcəklər? Tapmacanın cavabı və müsabiqədə iştirak etmək üçün müraciət edəcəklər. Hə, uşaqlar, deməli çiçək bacının dediyi kimi də müsabiqədə iştirak eləmək istəyirsinizsə, mütləq aşağıdakı nömrələrə yazın. Tapmacanın cavabını mütləq yazın və verilişimiz haqqında olan təəssüratlarınızı da ora yazın, göndərin, görək bizim veriliş haqqında nə düşünürsünüz? Əylənirsinizmi, yoxsa yox? Cırtdanla çiçək bacını sevirsinizmi? Çünki biz sizi çox sevirik. Çox, bəli uşaqlar, həmişə intizardayıq ki, görəsən bizim dostlarımız bizə hansı fikirlərini və şəkillərini göndərəcək. Çiçək bacı, mən getmək istəyirəm evə. Düzdür, hə. Gedək uşaqlar, bugünlük bu qədər. Sağlıqla qalın, salamat olun. Sağ olun. Mən balaca cırtdanam. Hey!